Salam dostlar. Bugün deməli 1 may 2025-ci il Qərbi Azərbaycan Çəmbərək rayonu Əmirxeyir kənd icmasının təşkilatçılığı ilə Əmirxeyir kənd sakinlərinin Xızı rayonu Qızılqazma deməli kəndində deməli Mayovka bayramı deyilən bir bayram var. O bayrama yığışmışıq. Artıq insanlarımız yığışıb bura. 35 nəfərdən ibarət olan bir toplum var. Və Əmirxeyir kəndinin gözəl insanları hamısı bir araya toplaşıbdır. Buradadılar. Əla da. Bax, xaçlamamız da hazırdır. Əla. Yiyən yoxdur. Yiyən yoxdur. Yaxşıdır, əla Allaha. Gətir. Artıq qonaqlarımızı dəvət eləyək gəlsinlər. Ağa müəllim gəl nə eləsin hamı gəlsin. Hörmətli Əmirxeyir kənd sakinləri, bugün hamımızın bildiyimiz kimi Qərbi Azərbaycan Çəmbərək rayonu Əmirxeyir kənd icmasının təşkil elədiyi bir məclisdir, Mayovka bayramı. Ona görə bugünkü bayram münasibəti ilə hər birinizi təbrik edirəm və deməli bugünkü məclisimizi idarə eləmək üçün Darbi müəllimə söz verirəm. Darbi müəllim zəhmət olmasa bugünkü məclisimizi idarə edin. Məhəmməd müəllim çox sağ ol. Bu günləri gözəl bir məclis təşkil edirsən. Bu icmanın xeyri oldu ki, bu Əmirxeyirlər heç olmasa ailədə bir dəfə bir yerə gedir. Bu Qavalçı Sovet hökumətinin vaxtında deyirdilər, zahid onu yaxşı rusca bilir. Slavator, Yakıtya, Sovyetdə belə idi, nə təhlidir? Onda bu dünya zəhmətkeşlərin həmrəylik günü idi. Bu günü mən dedim ki, gəlin Əmirxeyirlərin həmrəylik günü kimi əvəz edəyək bunu. Bugün bizim Əmirxeyir cəmaatının hamısı burada olmasa da, əksəriyyətin ürəyi buradadır. Bəzi müəyyən səbəblərə görə, bəzi Şolov gələ bilməyib. Ona görə onları da bağışlamaq olar. O günləri Əmirxeyirdən Zahid müəllim, Xəlil müəllim, Bugün Ağamalı müəllim, şairimiz bugün iştirak edir. Bu cavanların da hamısına bizim dövlətimiz olar ki, deyənəyimiz olar ki, indən belə bu Əmirxeyir cəmaatının mehribançılığını, biri-birinə söz keçməyini, hörmətini, izzətini bunlar yaşara bilsin. Yoxsa da o qeyb şəhər uşaqlarına qoşulub, hər ki, filan kəs mənim qohumum deyil, rəhməkən düyünü olacaq, filan olmasın. Bir daha hamınızı salamlayıram, hamınıza xoş gəldi deyirəm, Zahid müəllim, sağ olun. Amalım, sağ olun, bu gənclər sağ olun, Xəlil müəllim, sağ olun. Hamınız ki, vaxt tapdınız, gəldiniz bura. Bir daha xoş gəlmişsiniz. Sağ olun. Əmirxeyirləri bir daha təbrik edirik. Gələnlər məlum uzun müddətdə Əmirxeyirlərin içindədir. Görə indi o nə deyir, onun sağlığına bayrağı qalır. Sən dur ki, sən deyir, Zahidlə danışmışsın. Nətər dedin? Çox yaxşıdır, qəbul edirəm. Birincisi, Qaraqoyunlu adı çox ağır addır. Yadınızda qalsın. Hamı Qaraqoyunlu ola bilməz. Qaraqoyunlu böyük mədəniyyətdir, böyük savaddır, böyük savaddır, böyük imkandır. Qaraqoyunlu çox ağırdır. Qonşuluğa, dostluğa, ailəsi, özü, həm sözünü aparmağı bilən çox ağır sözdür Qaraqoyunlu. Mən görürəm ki, bizim cəmaat, bizim mahal, bizim balacalarımız, bizim ağsaqqallarımız bir başqa cür olurlar.
Bəlkə də yeganə bölgədir ki, bizdə düşmənçilik olmayıb. Heç kim heç kimlə düşmənçilik eləməyib. Bəlkə yeganə bölgədir ki, bizdə hamısa çıxanda analarımız, bacılarımız bizə qabağına ölüm deyiblər. Bəlkə yeganə bölgədir ki, biz hər bir evin qapısını açmışıq. Evin bir sakin olmuşuq. Biz elə qəbul ediblər. Ona görə də mən bütün burada oturan gənclərə o qaraqoyunluluq adətini, ənənəsini, o qaraqoyunluq üslubunu, o qaraqoyunluq namusunu, qeyrətini, o qaraqoyunluq heysiyyətini saxlamaq arzulayıram. Biz artıq yaşlıyıq. Özdə çox yaşlıyıq. Amma biz arxayın getməliyik ki, bizim davamçılarımız, bizim cavanlarımız bu ənənəni həmişə yad edəcəklər. Bizim gözəl müəllimlərimiz olub. Bizim gözəl tərbiyəçilərimiz olub. Bizi hamı, hər bir insan səhv hərəkət eləyəndə iradını bildirib. Bizim valideynlərimiz heç vaxt ona bir şey eləməyib ki, niyə sana filan kəs filan söz dedi? Deyiblər, düz eləyib. Allah sizi qaraqoyunlu ruhunda, qaraqoyunlu tərbiyəsində, qaraqoyunlu sabadında var eləsin, böyüsün, yaxşı nəsil kök olasınız. Allaha şükür, bizim o balaca kəndimizdə görün nə qədər ziyalı insanlar olubdur. Allah sizi var eləsin. Allah bizim cavanlarımızı xoşbəxt eləsin. Bu günə görə də sağ olun, mən Gəncədən qopub gəlmişəm buraya bu günə görə. Və mən çox sevinirəm. Çox sevinirəm ki, siz var. Bura belə yığılmamalıdır. Bax, cavanları gətirmək lazımdır, uşaqları gətirmək lazımdır, özümüzdən çox. Mən, nə bilim, mən də tanıyırıq burada, özümüzə yox. Amma uşaqlarınızı da gətirin. Körpələr bir-birinə yaxın olsunlar, bir-birinlə dalaşıb sonra deməsinlər ki, paho, sən də bu filan kəsin oğluymuş, bu filan kəsin qızıymış. Allah var eləsin sizi, Allah bizi var eləsin, Allah bizim kökümüzü qorusun, Allah bizim soyumuzu qorusun, Allah bizim qohumluğumuzu, o Qaraqoyunlu mahalının hamısı bir-birinə qohumdur. Hamısı. Bir-birinə çərəkə kimi bir-birinə hamısı yaxındırlar. Var olun, sağ olun. Məmməd bugünkü günü də, hanı Məmməd? Yoxdur. Təşkil eləyinə görə sağ ol. Kim ki burada əzab çəkib, kim ki gəlib sağ olsunlar. Amma hər birinizi arzulayıram. Yaşımdan istifadə edirəm. Bəlkə də sizin zəhlənizi tökürəm. Balacaları gətirin bura. Özünüzdən uşaqlarınızı gətirin bura. Qoyun bir-birini tanısın uşaqlar. Allah var eləsin sizi. Çox şadam ki, mən də burada iştirak edirəm. Sağ olun, var olun. Burada Qələndər müəllim çox sağ ol, minnətdarlıq edirik. İndi Zahiddən başqa hamı minnətdardır. Yuxarıdan bəri Tofiq müəllim oturub. Ondan sonra Bayram müəllimin oğlu oturub. Zahid. Ondan sonra indi Namik. Sonra Abil oturubdur. Sonra Əli müəllimin oğlu oturubdur. Sonra Abbas müəllimin oğlu oturub. Cavanlar bizdən iyi bəziləri. Bu tərəfdən Pinyazgil oturubdular. Yenə o biriləri görmürük. Hamınızı bir daha salamlayın. Hamınıza xoş gəldiniz. Heç kim xahiş edirəm. Mənim ağam çəkilməyə. Bəzisinin dadını bilik, bəzisini bilmirik. Ona görə hamınızın sağlığı olsun. Qələndər müəllim çox geniş deyir Əmir Xeyirlər haqqında. Əmir Xeyirdə olan hörmət, izzət heç bir kənddə olmayacaq. Bizim tarzımız olsun. Siz bu hörməti, izzəti, məhəbbəti davam edəsiniz. Qələndər müəllim çox sağ olun. Yaxşı dönün. Sağ olun. Ay sənlə dərman, ay sənlə dərman, bilə bilə, bilə bilə, bilə bilə, bilə bilə, qadoyam. Ay mən gedeyim.
Hamınızı bugünkü gün münasibətilə təbrik edirəm. Bugün gözəl bir bayram günüdür. 1894-cü ildə zamanlar öyrənsin ki, 1894-cü ildə Avropada keçilmişdi və proletarlar öz əmək haqqını tələb ediblər ki, biz çox işləyirik, 8 saat iş günümüz olsun. Avropada sonra ştata yayılıb, Amerikada sonra Sovet hökuməti götürüb Vətən müharibəsindən sonra götürdü da. Bütün dünyada qəbul olundu. Bütün vətəndaşların, əmək adamlarının bir bayramı kimi qeyd edilir. Darvin müəllim gözəl dedi, bu bir əmrxeyrlərin həmrəylik günü kimi qeyd edək və hamınızı təbrik edirəm. Burada olanları, burada olmayanları, bütün Azərbaycanlıları, bütün əmrxeyr cəmaatını təbrik edirəm. Var olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Ben geçerim kansıyam, bu yerlerde kansıyam. Ben geçerim kansıyam, bu yerlerde kansıyam. Ben genelde kansıyam, her bir yerlerde Mənim danışığına, çıxışına əlavə yox. Mən nəsə? Zaten təxir elədim, sakit durdun zaten. Axıra kim qulaq? Ahıra kimi qulaq asın, diqqətlə qulaq asın. Ben mənim o kişiyə böyük simpatiya Hörmətim haqqı. mübarək olsun. Yenə həmişə belə xeyir işlərə yığışaq. Eğer bir yerdə oturub sayısını orada derim ki, belə şeylər tez-tez təkrarçıl olmasın. Hamımızın bayramı mübarək olsun. Çox şad olduk, çox sağ olun. Hamınızı öpürəm, hamınızı öpürəm. Sağ ol. Sağ ol Azayt müəllim, sağ ol. Allah can sağlığı versin. Sağ ol. Hörmətli dostlar, bir daha Qərbi Azərbaycan Çəmbərək rayon Əmirxeyir kənd icmasının təşkil elədiyi deməli 1 may bayramı həqiqətən çox möhtəşəm gedir. Şevələk Fərhad mənim dünən yedik getdi. Yo, təmiz kövrələkdir. Zəhəri kövrələk mən tanıyıram. Deməli, insanlar istirahət edir, Əmirxeyir kənd sakinləri. Sen de derman bile bile, bahçede bile bile, durma bana yanar. Allah şans sana versin.
həqiqətən çox gözəl, möhtəşəm bir tədbir keçirilir. Bu 1 may Mayovka bayramıdır. Zəhmətkeşlərin bayramıdır. Sahib, təşəkkür edirəm. Sənin həqiqətən böyük əziyyətin oldu. Çox sağ ol. Sən də bir söz de bugünkü gün üçün. Allah sizdən sağ olun. Həmişə belə bayramlar çəksiniz. Həmişə belə yürüyün. Sağ olun, sağ ol. Deməli, bugün bizim Qaraqoyunlu dərəsində xətrini istədiyim hörmətli insanlardan, hörmətli şəxsiyyətlərdən biri buradadır, Fərhad müəllim. Fərhad müəllim, zəhmət olmasa bugünkü gün üçün bir balaca, birbaşa yayımdasınız. Vallah, nə deyim, Məmməd, çox sağ ol. Qaraqoyunlu elimizi yaşadırsınız. Sağ olun. Əmirxeyir Bəriyevat cəmaatının var olsun, bayramları mübarək olsun. Biraz düzdür, xəstələndim, narahatçılığım var. Allah şəfa versin, can sağ versin. Bir baş çəksən, təbrik edirəm. Amma arzum budur ki, hər iki kəndin cəmaatı bir yerdə olsun, birləşsin. Xeyrimiz, şərimiz kətdə də bir olub, burada da bir olsun. Çox sağ olun, təşəkkür ederim. Bu da bizim cavanlarımız. Niyə Qasım qadasın o? Cavanlar da sağ olsun. Siz də bugünkü gördünüz də, bəyə Xəlil müəllim gözəl izah elədi. Bugünkü gün nə vaxt yaranıbdır, yaranması günü. O gözəl tədbirdə siz də iştirak edirsiniz, hər birinizə can sağ olun. Mənim düz buyurdu, bizim kəndin gözəl adətləri olub. Bizim kəndin hər bir evi, hər birimizin olub. Biz hər bir qapını ürəkdən açmışıq. Hər bir evi öz anamızın, atamızın evi kimi açmışıq. O adət-ənənə bu gün də davam edir. Bütün kəndimizi, elimizi, ovamızı Allah şəhid eləsin, Allah saxlasın. Hər bir gənci də Allah hamısına toy qismət eləsin. Ay el oğlu, biçarəyəm, nə edeyim? Elə darıxıram dağlardan ötürü. Orada keçib uşaqlığım, gəncliyim. Elə darıxıram dağlardan ötürü. Gedib torpağından ötəydim yenə. Gedib bürünəydim dumana, çənə. Gəzib dolaşaydım bir dönə-dönə. Elə darıxıram dağlardan ötürü. Gödək silvi nənələrin yaylağı, mənəsəhli ovçuların oylağı. Ay sahib, tənha qalıb Əhmədcanın bulağı, elə darıxıram dağlardan ötürü. Çiçək dərəm armutluğun düzündən, dərdləşəydim Lalafənin özündən, bir içəydim daş bulağın gözündən, elə darıxıram dağlardan ötürü. Leyli bulağında sağın vaxtıdır, qatığın, qaymağın, yağın vaxtıdır. Ay zalimlərin vaxtı gəlir, indi baldırğanın, çığın vaxtıdır, elə darıxıram dağlardan ötürü. Hacı Abbası qarış-qarış gəzəydin, Qandallının küləyinə dözəydin, bircə dəfə Göyçə göldə üzəydin, elə darıxıram dağlardan ötürü. Ayğır məni qarşılayan naz ilə, Cantəbədə görüşəydim yaz ilə, Aşıq Kərəm məclis qura, saz ilə, elə darıxıram dağlardan ötürü. Var ol, var ol. Allah hamının ölənlərinə, rəhmətə gedən atasına rəhmət eləsin. Hamının atası Bakıdan gedən uşaqları quzu kəsir. Dədəm quzu kəsə yenə adıma, anam laylay deyə çata dadıma, qurutlu xəngəli düşür yadıma, elə darıxıram dağlardan ötürü. Kalafalıq vəlot çalan dardadır, soyuq bulaq borandadır, qardadır. Qohumlarım, qonşularım,
hardadır, buradadır. Elə darıxıram dağlardan ötürü. Elə darıxıram dağlardan ötürü. Ye geçer masayam, bu yerlerde kalsayam. Ben geçer masayam, bu yerlerde kalsayam. Anasına Ferhat müəllim, buyur görək, sən nə deyirsən? Sözlərini de görək. Bilirsən, bu Ferhat evdə eşikdə hiss zorlandır. Ancaq bu böyük buymuş şakası. Yəni, toyda, evdə hiss olunandır, özünü öyle. hiss elətmir. Buyur. Sakit, yalnız cümle demir ki adam bilir ki ne demektir. Hoş geldiniz. Sen başa düşmesen Bir yerde olan tamam yapsınız. Sağ ol efendim. Çox sağ ol Ferhat. Sağ ol, sağ ol, minnətlər. sağ ol. Buyurun. Geldi eləyiblər. Sağ olun, hamınızın bayramınızı təbrik edirəm. Hamınıza can sağlığı, xoşbəxtlik arzu edirəm. Da burada bizdən böyüklər danışdı. Qələt gəlin, məndən mərabardı, yaşıddır. Hadi sağ ol, söz. Sağ ol qadanım, çox sağ ol. Sağ ol ağam almaz, sağ ol qadasını al. Sağ ol. Aziz cemaatimiz sağ olun. Əmir Xeyirlə Bəryavad eyni cemaatdır. Bu söz mənim heç xoşuma gəlmir. Əmir Xeyir və ya Bəryavad. Yaxşı termin deyil. Bu da yəqin ki, kimsə biraz biz bir yerik, bir ellik, bir qohumuq, bir dostluq, bir qardaşıq, bir evladımız var. Hamımızın bir evladın, bir atanın, bir ananın balalarıyıq hamımız. Sağ olun, var olun, bir bayramınızı təbrik edirəm. Gözəl stolumuz var. Mənim yadımdadır uşaqlığım. Kətdə biz mayovka keçirərdik həməşə, hər il. Özdə yağış olardı. Nə alardıq? Dükkandan kilkə konserv alırdı. Bir də partveyn çaxır alırdı. Bir də öydən versələr 1 kilo yumurta verirdilər. Verməsələr də deyirdilər, qanın daşlara dansın, heç nə yoxdur, nə verir. Amma indi Allah'a şükür. İndi Allah'a şükür. Ətiniz, kebabınız, pomidor, xiyar. Pomidoru Qazaqlı iyun ayında, avqust ayında gətirəndə sevinirdik. 10 kilo pendir verirdik, 1 kilo pomidor alırdık. Şükür bu günümüzə. Qoy cavanlar görsünlər, fəxr eləyək sizlə, var olun. Özü də bir şey deyim, Qələndər müəllim danışandan sonra samihata söz verməyə ehtiyac yoxdur. Çünki o qədər hər tərəfli danışır, o qədər hündür danışır, geniş danışır ki, hamıya bəs edir. Sağ olun,
Thank you.